namazını cəmaatlarla qılmaq olar, evdə ailə, tək-tək də qıla bilərlər. Bayram namazının qılınma forması çox rahatdır. Həmişə qıldığımız 2 rükətli namaz. Yəni sübh namazını deyək, eyni. Sadəcə təkbirlərin sayı çox. Təkbir nə deməkdir? Biz namaza başlayanda Allahu Ekber deyib başlayırıq. Yəni ona görə də bayram namazının niyyətini elədin ki, bayram namazı qılıram, niyyət qəlbdə olur, dinlə demək ehtiyac yoxdur. Ondan sonra Allahu Ekber dedin bir dəfə. Bu nədir? Namazın təkbiri. Ondan sonra bayram təkbirdə 7 dənə əlavə edirsən. Yəni birinci rükət ikisi bir yerdə 8 dəfə. Allahu Ekber, 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 Allahu Ekber. Ondan sonra oxudun Fatihə surəsini, bildiyin İxlas surəsini, nəyi bilirsənsə. Getdin ondan sonra rükuya, rükudan qalxdın, getdin səcdəyə, səcdən qalxdın. İkinci rükətə qalxanda Allahu Ekber bu dəfə 6 dəfə deyirsən. Çünki Allahu Ekber bir namazda hər zaman rükuya getdiyimizdə, səcdən qalxdığımızda deyən təkbir, əlavə edirsən 5 dənə. Yəni Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Yəni ikisi bir yerdə olur 6 dənə. Birinci rükətdə 8 təkbir, ikinci rükətdə 6 təkbir. Yenə də oxudun sonra Fatihə surəsini, bildiyin surəni, getdin rükuya, səcdəyə, ən sonda səcdən sonra Ət-Təhiyyatı oxuyursan, bilir, namaz qılanlar bilir və sağa sola salam verib həmişə qıldığımız ki, namazımızı bitiririk. Çox rahat. Namaz çox rahatdır. Yəni